Gəl, yaxşında haqsızda demənim. Allah haqq damla, yəni sən tərəfdən deyilən sözlərin hamısını götürməyə belə geniş adamam. Bir şey götürə bilirlər. Hə? Heç nə. Nə deyirsən hə? Hafiz, Allah haqqı mən elə adam deyiləm. Quran haqqı elə uşaq deyiləm. Orada çox olsun ha. Niyə mənim daşım Sən çox olsun daşını başına aldın, düşür? sən dilinə itlər zad eləsin. Ha, mənim dilim acı da olsa mən kimin nəsə işim yoxdur. Dəymə mənə, dəymərəm sana. Sən Bu nə deyil, tağla bax, şey? bax. Sən məni söyləyəcəksin, mən sana çox sağ ol deyəcəm. Ha, burada qulaq as. Bax, bayaq bura bir xanım gəlib. Deyir ki, balalarım acdı. Bax, onu acılayırsan. Çıx rədd ol deyirsən. Deyim. Yox, məni söyləyəni mən deyəcəm, çox sağ ol. Elə şey olar, ha yemin. Elə danışırsınız ki, elə bil ki, siz süddən çıxmış ağ qaşıqsınız. Mən süddən çıxmasam da ağ qaçırım. Mənim daşım ağırdı, daşım ağırdı. Çoxusunun başına düşüb. Səndə daş Mənim var. daşım ağırdı, qonamıram mən. Çünki mən gedib ki, üzr istəyirəm, hansısan murdalların altına yıxılmamışam. Hansısan namərdin qabağında boyun əymirəm mən. Hə, Ona görə də. yaxşı. Hə. Yox. İbrahim pəncərəyi bağla, İbrahim! Dilənən bizik. Dedim sənə, polis gəlir dedim sənə. Qapıyı bağla, iki arxada otur. Bağla şeyi. Olmaz başını çöldə çıxartmaq. Qapıları da bağla. Hə, bağla. Şey bağla. Düz deyirəm də, daşı çoxusunun başına düşüb. Hə, yaxşı, yaxşı. Çoxusunun başına düşüb. Yaxşı. Azərbaycanın yarısının başına düşüb. Yaxşılardan yox. Danışma, yaxşı. Qulaq as. Düz deyirəm mən. Ay, səhv deyirsən. Mən sözümü də deyirəm, üzə deyirəm. Ay, səni qanın daşlara dağılsın. Qulaq as. Hə. İndi sən harda olasan? Neftçilərdə? Neftçilərdəyəm, indi gedirəm, işə gedirəm də buradan da. Gəlin baxın, burada nə var, nə yox. Hansı işə getsən? Hə? Nə işə getsən? Dəmir işinə, nə işinə gedəcəm? Ev işi olur, ev işinə gedirəm, olmayanda da dəmir işinə, nə qaram? Harda yığırsan o dəmiri? Oradan yığacam, zibil qabıdan. Zibil qabıyı dəmir tuluyurlar az. Ha, niyə tullamırlar ki? Dünən 28 mayda inanırsan, zibil qabıları doluydu dəmirlə. Məzəməlisən sən. Dəmir Rusiyada da Sən var. zibil qabını bir gün işlə, ondan sonra xəbərin ola. Sən belə zibil qabında xəbərin ola bilməz, mümkün deyil. Damla, Hə. qulaq as, dəmirin kilosu neçəyədir? 45 qəpikə. Deyirsən öl. Ay, o niyə atdı çölə? Ha? Yox, bura yazdı, ihlal gəldi. Bəlkə də maşın sürməyinə görə oldu. Nə oldu? Heç nə atdı çölə onu. Dostlar, ekranı vurun, gələcək indi bir dəqiqə. Harada olsa gələcək. Hə, sevinsin, ağarsan. Sevinsin maskı var, neydi sən ama. Bir də şeyim satmırlar, dəmirim. Özüm ölməyə, bax, mənə çəkəsiniz o. 3-4 günə paylaşacağım özüm zibil qablarında. 44 qəpik deyildi, biraz şirinlikdir. Qoy görək. İşləyərəm, mən işləmirəm, nə olur amma maşallah, işçək kimi oğlanam. Kimdə? Dayı Rusiya. Tatusu istəyirəm. Ağzına istəyirsən dayı? 1, 2, 3. Yəqin ağzın qırağına istəyir çəkdirmək onu. Haya, Moskviç nədir? Bir dənə qaqan gedir, hədana Moskviç, hə, Moskviç. Yəni ol 11 zat. Qəşək. Sağlığın sən nə varsan, özünə tez. Ha, təzə biznesdə, da qanına bələn. Ha, səni vurğun vursun. Dəmir Allahım, dəmir deyil, səhifəmdə paylaşmışam. Birinci videoma baxın, görəşdiniz. Pisiyo.
Qağam təzə işdə, təzəyim işdə. Qəşəng bir dənə dede eski inləməyinimə. Qanına bələnmə. Sağ ol qadam, subaylardan görəsən. Kasıb quduranda pis olur, hə? Mən də quduracam. Mən qudurmaq istəyirəm, camaat. Mən də qudurmaq istəyirəm. Nə olar ki, qoy mən də qudurum. Qoy desinlər ki, bunun pulu var, qudurub. Qoy desinlər ki, buna bax, adam saymır, buna bax, qudurub. O sözü mən də eşitmək istəyirəm. Bircə gündə o sözü eşitmək istəyirəm. Nə olar ki? Qudurduq məni. Hə, subayam. İndi hanı ölkədə, indi hansı ölkədə? Az harada olacağım? Öz ölkəmizdə, ana vətənimdə, ata diyarımda, odlar diyarında, kişilər məskənində, Azərbaycanda, şanlı vətəndə. Harada olacağım? Səni belə parta piltim olasan. Sən haradasan? Hə, dəmir alıram, dəmir, bəli. Qoy desinə kişi qudurub. Valla. Mən Surgutda bir dənə zibil yığan biznesmen gördüm. Hay, mən almaq istəyirlər, dana bir sakit durur. Bəlkə də bəxtim açıldı, qanına bələn. Subayam, subayam. Valla subayam. Evlənək. Yes, evləndik. Yes. Ay bile evləndik. Uşaqlarımız olsun. Ne olsun da ne olar ki? Bir 10-15 tane uşağımız olsun. Düzək böyle. Qəşək qarğışda. Hə, mən bir qarğışım var ki, qarğıyım özünü vur divara. Uşaq da oldu. Hə, olacaq hələ. Hə, mən bir biznesmen gördüm. Zibil yığan biznesmen. İnanmadım. Bax, baş ağrısı döysə deyim. Surgutdaydım. Dedilər ki, bax bu ermənidir. Şərəfsiz. O vaxt onda hələ müharibə zad olmamışdı. Mən 2014-də zaddan danışıram. Hə, dedi bax bu şərəfsiz ermənidir. Şey vardı. Bunun qaliki var idi. Özdə xüsusi bir rəngi var idi. Buna Asobu zavod o rəngi vurmuşdu. Dedi mən zibil yığan. Dedi nətər nəsə baş ağrısıdır demə. Başına param olsun. Deyirsən atacağım sənsiz qanına bələn. Sevinç Moskva. Hə. Dedi mən güldüm dedi nə gülürsən? Bu adam Moskvaya Surguta qaçıb gəlib. Elə bir blokda yatırdı. Bax Allaha and olsun. Bir blokda yatırdı. O blokun zibilini at, bunu qovulurdu orada. Deyir ki, sizin zibilinizi mən təmizləyəcəm də hər gün. Mən qovmayın, Surgutda yaşayanlar bilir ki, oradakı blokların istiliyi evlərdən də betərdir. Orada ümumiyyətcə qaz neft şəhəridir, amma tokla işləyir hər şey. Nəsə, onlar sağ şirin deyim. Onu vilkamı götürmə, da qaşıq şirin deyim, nə vilka şirin yox. Qaşıqla hədinə. Öyləcə, bu blokun cəmaatı buna yemək-içmək zad verib, bu bloku zadı bu təmizləyirdi. Sonra o biri blok görüb ki, bu buranı qəşəng saxlayır. Deyib ki, bizim də blok sən təmizlə, sənə də hörmət eləyəcək. Elə bir bina bunu eləyib. Sonra görüb o biri bina. Deyib ki, bizim binanda elə sənə şey. Bu özünə yavaş-yavaş işlər tutub. İşçilər, əkələr, özbəklər tutub. Belə təmizlik işini bu götürüb əlinə. Bax, and ol Allaha. Elənsinə zibil işində şey eləmişdi. Nə? Yox. Hə, dostlar. Yəni ki, bax belə bir şeylər olmuşdu. Bu gün nə veçdi bu kinoları çək. Ay qanına bələn, kino deyil, apartamaya düş səni. Ay bu qanın burnundan axsın, damcı fırtıllasın yerə. Beyninə qansızsın öləsən. Ay səni cırıq-cırıq olasan. Ay bu məni yedi, aşk həyat ucu. O adama yeməli gəlir zat. Bu Allah qalmadım mən. Oy. Hə, tovay nöqtələr. Sənin adını da bilmirəm. Bu cümlə yazmışsan bura. Bayraq. Allah and olsun helənçinə biznesmen oldu. Yetimçə. Salam salamdır. Salam aleykum salam. Ay Zara aleykum salam. Bu haram olsun sağ. Qanına bələn salam. Salam salam. Xoş gəldin. Salam ay mən. Oh Rövşən Binəqədli.
Biqənədi. Yanındadır biqənədi. Bax Moskvada da Rövşənlə yaxşı vaxtlarımız olub. Calanlar küstüm. Qadan alıb sən ölənlərini gör küsmə, gör nağarsan. Qadan alım ki, amanın bir günüdür küsərsən ha birdən. Küstüm broşkuyu qaytar. O mən deməliyəm, broşkuyu qaytar. Güya mən almışam sən mənim broşku aldığımı qaytar. Mən broşkuyu hara vuracam, qanına belə saç mı var məndə? 11-də təkər yiyilən kimi başımın ortası gelib. Aya, bax bu boyda cəyəxdən çərənləyirəm. Niyə şey eləmirsiniz? Ekranı vurmuşsunuz, bunu 150K eləmirsiniz. Nə olur? 50K eləmirsiniz. Moskvada acından qonşunun Wi-Fi-na internetdə dilənirdi. Kim az yetim qalsan, hava az mən qonşu Wi-Fi. Puh haram olsun sana yalansa. Az mən Moskvada yaşadığım yaşayışla heç bir güncə yaşamayıbsan az. Az o vaxtı mən Moskvada sən nə deyirdilər az? Dollar emin deyirlər. İndi bu dəqiqə 50 qəpiyə emin deyirlər. O da niyə həmdən 50 qəpi istəyirəm ona görə. Orada kazanırdım dollar emin deyirlər. Burada da 50 qəpi zat istəyirəm ona görə 50 qəpiyə emin deyirlər. Baxmayın ona. Nə? Nozitivsiz. Pozitivsiniz. Yaz. Nozitiv yox yaz. Sənin parmağın hara gelib basıb nozitivsiniz. Arvad özün danışıyor. Mən nə arvad danışmışam. Gömsən kişiyə. Albatros. Belə arvad olur. Keçəl arvad görmüsən. Saqqallı arvad görmüsən. Allah səni də öldürsün ay Bella. Məni güldürsün, səni də öldürsün. Əzzə Məmmədli, salam. Göyçəli balası. Arada qalır da, yazıların arada qalır, ona görə oxuyamıram. Sən arada qalasan. Salam qaqa, ay Vüsal. Salam qaqa da qalma, ay Vüsal. Vay gözüm qaqa da deyirlər. Görürsünüz, maşallah. Sən öl. Zövqün Meybi, salam qaqa, bir dəxə salam. Gülçin Ağzadə, salam ay Gülçin. Aytaş salam, Aynuş salam. Tünar, Nazlı qız. Nə bilim. Yaxşıyam ha. Yox ay Vüsal, hara gəlirəm, hələ ki buralardayam. Bayaqda, sən qadan qalım, sən qurban olun. Həsən salam, ay Həsən. Nə qarsan? Nə var, nə qurban olun? İşin nə tədir qadam? Maşinlik tatuemin. Bu qanuna bələn, elə bir sənə 3-4 mat pul alıb qaytarmamışam, az maşinlik zat da deyirsən ma. Amma edin ağlayayım. Mənim nə maşinlikimi görmüsən az? Yalan deyir, sənin maşinlik zat da deyirəm Allah haqqı. Zarafat deyirəm. Beləmdən zarafat, camaat elə söz deməyir. Oy tova pis başlaşıyor, elə bir maşinlik adam. Ən zəhləm gedən şey o deyil mənim. Günü qışıq bəyənirsiniz. Bu səhifə təzədir. Hə, lap yaş qaqa. Yox, o vurmadılar. O maşın sürürdü. İhlal gəldi, özü at deyim. Yəni mən heç eləmədim. Bura qırmızı şeylə, yazı ilə belə nida şəhərsi üstücansıda gəldi, çıxdı. Takip elə də. Eləyim də qaqa, niyə eləmirəm ki? Allah, elədim. Abi sağ. Hə, buna bax, bizim zarafatımızdan pamuk götürən. Sana yaxşı adzad verməyiblər, sevinç. Adzad versəydə cəmat qoymazdın ha. Hə, olmayacam, deyə mən açacam, heç dilənməyəcəm prosto. Vallahi bəs düşür, 3 gün diləndim, məni ücə elədilər, topa tanqacada tutdular. Biraz da keçdəydi, ücə beterizat gətirəcəklər üstümə. Açıram, yaşmıram, deyirəm, gülürəm.